Sizə təhlükəsizlik kamerasının quraşdırma qaydasını izah edəcəm. Yəni hamısı burada saytından, bizim nömrələrdən sifariş edir. Müştərilər quraşdırılmaqda çətinlik çəkir. Əvvəlcə kameranı toka taxırıq. TP-Link Talpo C100 modelidir bu, amma ümumi mexanizm demək olar ki, hamısında eynidir. Kitabçasını açırıq, QR kodunu oxuduruq. Oradan App Store-da, Play Market-də proqram açılır. Talpo proqramının adı elə. Baxın, burada hesab yaratmalıyıq. Hesabınız yoxdursa, yəqin ki, yoxdur, təzə açırsınızsa. Azərbaycan seçirik. Orada məsələn adını seçə bilərsiniz. Sonra şifrə təyin edirik. Hər ikisinə eyni şifrəni yazmalısınız. Ən yuxarıda, aşağı hissədə. Sonra baxın, proqram deyir ki, sizin hesabınız yaradıldı. Orada mail adresi var Azərbaycan aşağı hissəsində. Orada mail adresindən hesabınızı aktiv edirsiniz. Sonra açırsınız həmin proqramı, Talpo proqramı. Baxın, belə bir yazılar gəlir ki, bir-birinə quraşdırmaq lazımdır. Burada bir şey diqqət etmək lazımdır ki, birinci Wi-Fi işləyəndə deyir ki, orada kamerada baxın, yaşıl, qırmızı işıq yanmalıdır kameranın üzərində. Yananda orada qoşursunuz onu. Orada Wi-Fi seçəndə kameranın adının Wi-Fi-ni seçməsiniz. Talpo C100 məsələ bir şey gəlir ki, çünki siz kamera ilə telefonu bir-birinə quraşdırırsınız. Sonra ikinci dəfə Wi-Fi istəyəndə isə evdə olan Wi-Fi-yi oraya yazmalısınız ki, bir-birini tanısın. Baxın, belə konfigurasiya gedir. Qoşulandan sonra da adını yazırsınız. Məsələn, deyir, otaq seçin. Yəni, şərt idi də, yəni otaq seçirsiniz, yazırsınız. Belə seçdikdən sonra simvol gəlir. Məsələn, kameranın simvolu, nə istəsəniz qoya bilərsiniz. Seçdiniz simvolu. Next vurub davam edirsiniz. Sonra proses gəlir, bir-birinə qoşulur. Baxın, qoşulduqdan sonra da belə indi görəcəksiniz. Ekrana görüntüsü gəlir, proqrama daxil olunur. Üstünə vurursunuz, izləyirsiniz. Gecə modu var, gündüz modu var, səslə göndərə bilərsiniz, səssiz danışa da bilərsiniz. Yəni, funksiyalıqlar çoxdur. Zəmanətli, keyfiyyətli məhsuldur. Hamısı burada azdan sifariş verə bilərsiniz.